bağlı defalı sistem bilgisi. Şuralar evvela termodinamikanın 3 qanunu var. Birinci, ikinci, üçüncü qanunu. Əslində 4 qanunu var. Sıfırıncı qanun o ali məktəbdə öyrəndim. Ona tranzistivlik qanunu deyil. Amma belə 4 üzr istəyirəm, 3 qanunu mövcuddur termodinamikanın. Bu 3 qanunlar özündə nələri ifadə edir? Hansı məsələlərə e, istifadə olunur? Gəlin o məsələlərə sizə bax. Demək, biz həmin bu termodinamikanın birinci qanununu yazıb, sonra onun müxtəlif proseslərə, hansı ki biz ideal qazı izoproseslər keçmişdik sizlə. Baxın, onlara rahat şəkildə tətbiq eləyəcək. Yaxşı. Əvvəla termodinamikanın birinci qanunu. Demək, sistem mənbədən Q qədər istilik miqdarı alır. Bu istilik miqdarının bir hissəsi verilir sistemin daxili enerjinin dəyişməsinə, bir də daha dəqiq isə ideal qazdan bir söhbət edirsə, çünki bunu biz ideal qaza tətbiq edəcəyik. Sistemə verilən istilik miqdarı bərabərdir. Sistemin daxili enerjinin dəyişməsi üstəgəl sistemin xarici qüvvələrə qarşı gördüyü işə. Düzdür. Məsələn, Ayşəyə evdə pul veriblər ki, Ayşə 10 manat pul veriblər. Deyirlər ki, get kitab al, kızmış. 6 manat, kitabın qiyməti 6 manatdır, Ayşə, sənə də 10 manat pul veriblər. Sən 6 manata kitab alarsan, 4 manat da qalacaq sənin özünə. Düzdür? Bəli. Ayşə. Yəni, sənin cibinə qalan olur daxili enerji, e, digəri verdiğim pulda, kitaba verdiğim pulda olur iş, yani xarici qüvvələrə qarşı görülən iş. Q də sənə verilən həmin o 10 manat. Aydındır. Yəni belə Bəli. bu formada şeylər apararaq məsələni həll edir. Demək, birinci növbədə bu adlanır termodinamikanın birinci qanunu. İndi biz nə demişdik? Demişdim ki, görülən iş A eşittir mənfi A-ya bərabərdir. Termodinamikada işi mən sizdən keçmişdim də, düzdür? Bəli. A eşittir bərabərdir mənfi A-ya. Düz. İndi bura baxaq bura. Birincisi, yazıram bura nə? Birinci yazıram, bu qanunu tətbiq eləyək. Yəni, A eşittir bərabər mənfi A yazsaq, onda qanunumuz necə düşür? Q bərabərdir delta U minus A-ya. Belə də yazmaq olar, elə də fərq yoxdur. Birinci qanun. Bu adlanır termodinamikanın birinci qanunu. İndi baxaq. Tətbiq eləyək termodinamikanın birinci qanunu izotermik proses. Yəni burada biz izotermik, izobarik, izoxorik, bir də adiabat prosesi tətbiq edəcəyik. Dörd müxtəlif prosesi. Əvvəlcə danışıram izotermik prosesdə. İzotermik prosesdə T konstantdır. Mən demişdim, izotermik prosesdə həm də nə? Daxili enerji sabit olur. Daxili enerji sabitsə, daxili enerjisinin dəyişməsi sıfıra bərabərdir. Onda Q bərabər olur A ştrixə. Demək, izotermik prosesdə nəzərində nəticəyə gəldi. Aşağı. Sistemə verilən bütün enerji, sistemə verilən enerji sistemin xarici qüvvələrə qarşı iş görməsindən səbəb olur. Bax, nəzərin, sənə pul veriblər 10 manat, sən gedib kitab almalısan, kitabın da qiyməti 10 manatdır. Sənin özünə nəsə pul qalacaq? Xeyr. 2. Bu olur, T bərabər konstant olanda U bərabər konstant olub, delta U 0, Q də bərabərdir A ştrixə. Aydındır. İndi tətbiq eləyək termodinamikanın birinci qanununu başqa hansı prosesi? P bərabər konstant. P konstant yox. Əslində o ardıcılığın heç bir əhəmiyyəti yox. Onu yazır. V bərabərdir konstant. Biz bu hala tətbiq eləyək. Görək bu halda məsələ necə olur? Demək, V bərabər konstant olanda məsələ necə olur? Biz nə demişdik? V konstantsa,
A' bərabərdir 0. Çünki istər xarici qüvvənin qaz üzərində, istər qazın xarici qüvvələrə qarşı iş görməsi üçün həcm, yəni dəyişilməlidir. Əgər həcm sabitsə, demək o deməkdir ki, A' 0-dır. Onda delta U A' bərabərdir 0. Onda nə yazacaq? Buraya yazacaq ki, istəyirəm. Q bərabərdir delta U. İndi Ayşe, bunu necə təsəvvür edeyim? Təsəvvürlə sənə 10 manat pul veriblər kitab almaq üçün. O alacağın kitab mağazada yoxdur. 10 manat qalacaq sənin özün. Düzdür? Bəli. Ayşe. Demək Q ilə bərabərdir delta U. Yəni sistemə verilən enerji sistemin daxili enerjisinin dəyişməsinə, yəni sistemə verilən sistem miqdarı sistemin daxili enerjisinin dəyişməsinə sərf olunur. Hamısı da yəni. V bərabər konstant olan hal. Sonra uşaqlar, üçüncü məsələyə baxaq. P bərabərdir konstant. Artıq burada həm iş görüləcək, həm də daxili enerji dəyişiləcək. Digər ikisindən fərqli olar. Əvvəla P konstant olanda bu nə adlanır? İzobar. Düzdür? Ayşe. Sistemə verilən enerji Q bərabərdir delta U pilos H. Necə tapılırdı? İzobar prosesdə daxili enerjisinin dəyişməsi 2-də 3 P delta V. Düzdür? Üstəgəl A' də P delta V. Onu keçən dərsimizdə ifadəsini deyim. O da bərabərdir 2-də 5 P delta V. İstilik miqdarı nə qədər oldu? Ümumi istilik miqdarı 2-də 5 P delta V-yə. Daxili enerjinin dəyişməsi 2-də 3. İşin görülməsi də P delta V. İndi siz bilirsiniz də bir ədədin digərinə neçə faizini təşkil etdiyini tapmaq üçün bir ədəd digərə bölüb 100-ə vurulur. Düzdür? İndi verilən istilik miqdarının, əgər burada delta, bu delta U, bu da A'-dır. Verilən istilik miqdarının neçə faizi işə, neçə faizi daxili enerjinin dəyişməsinə sərf olunur bilmək üçün delta U-nu mən bölərəm Q-yə, yəni 2-də 3-ü bölərəm 2-də 5-ə. Hesablamağa ehtiyac yoxdur. Verir 0.6. Hesablaya da bilərsiniz. Məxsus edilir. Bu A'-ın isə Q-yə nisbəti bərabərdir 0.4. Yəni verilən enerjinin 60% daxili enerjisinin dəyişməsinə, yəni verilən istilik miqdarının 60% daxili enerjinin dəyişməsinə, 40% isə işin görülməyinə sərf olur. Problem var. Xeyr. Tamam, çok güzel. Şimdi bunları yazıram. Dördüncünü de yukarıdan yazsam. Bizden incimezde yani ki bir kere modülden falan. Onu yazıram. Q beraberdir. Delta U pivot H'dir. Yine uşaqlar yazıram bura dördüncü adiabat. Adiabat proses bilirsiniz nədir? Adiabat proses oldu. Artıq ora istilik verilmir, istilik miqdarı verilmir həmin sistemə. Yəni həmin sistem o şey var, nə deyirlər ona? İzolyasiyon, istilik izolyasiya etkisiyle demək, həmin sistemə verilən istilik miqdarı sıfırdır. Yəni həmin sistem bir növ izole olunmuş sistem ki, ora istilik miqdarı verilmir. Başa düşdü? Ona görə də Q bərabərdir yazıram 0. Q bərabər 0 olanda artıq necə olur? Artıq olur ki, delta U minus A' bərabər 0. Düzdür? İndi yazdım bunu. Burada nə alınacaq? Burada alınacaq ki, delta U mənfi delta U bərabərdir A'. Düzdür? Yəni işin görülməsi sistemin daxili enerjisinin azalması hesabı. İndi nə deyirsən? Deyir ki, A'. A' tutaq ki, sənə indi hər ikiniz inşallah yol
çalışdıqda hər biriniz necə deyirlər, müəyyən bir sahədə işlərlə çalışırsınız və sizə deyirlər ki, bizə kitab alarsan, qiyməti olmaz, amma pul verməyiblər. İndi Asuya pul verməyiblərsə və yaxud da nəzdinə pul verməyiblərsə, kitabı almaqla bağlı, nə etmədilər? Bu özlərindən qoyacaqlar. Düzdür? Yəni sizin elə bilin ki, pulunuzun azalması hesabına kitab alınır. Yəni burada da ona oxşar bir hadise. Sistemin daxili enerjisinin azalması hesabına sistem xarici qüvvələrə qarşı güc görəcək. Sadə olaraq belə izah edə Fikrim aydın oldu. Evet. Ayşe, sənin də problem qalmadı bu dərslə bağlı. Hayır. Ne keçən misal həllərinə dərs